Mən Leyla Sultanlı, 20 yaşım var. Belə deyək, düşünürəm ki, məclis iştirakçılarının müəyyən hissəsi məni tanıyır. Çünki ən azından Aybıqlı Rütbəli buradadır, ən azından təlim iştirakçıları buradadır. Amma yenə də tanıyanlarla bərabər tanımayanlar da var. Ona görə özüm haqqında azacıq bir məlumat verim. Deməli, Leyla Sultanlı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçi Akademiyasının 3-cü kurs tələbəsiyəm. Deməli, və işte, belə deyək də, təhsil almaqla yanaşı çalışıram. Bugünkü məclisin hazırlanmasında, belə deyək də, sponsorlardan biri olan Language Improves Brain brendinin meneceriyəm. Bu günləri mən heç bir, belə deyək də, 10-15 dəqiqə ərzində çıxış edəyim bir müddətdə heç bir qeyri-adi bir şey eləməyəcəm, şou yaratmayacam. Sadəcə olaraq, demək ki, çıxışımı da belə deyək də, bir 15 dəqiqə, 20 dəqiqə ərzində hazırlamışam. Bugün mən, belə deyək də, öz iş həyatımda, mən 18 yaşımdan bəri çalışıram, öz iş həyatımda rastlaşdığım situasiyalar, rastlaşdığım, belə deyək də, uğursuzluqlardan, belə deyək, əldə elədiyim nəticələrdən danışacağam. Həmin nəticələrin bəziləri mənim üçün, belə deyək də, həyat prinsipinə, iş prinsipinə çevirir. Bu iş prinsipi mənim, belə deyək də, not dəftərimdə var idi. Elə bura gələndə not dəftərimdən vərəqləri cırdım, gətirdim ki, təbii olsun, sizə də göstərim. Deməli, belə. Mənim birinci iş prinsipi. Mən düşünürəm ki, deməli, hər bir insan öz işində, istənilən işində uğurlu olmaq üçün ilk növbədə özünün uğur formulunu yaratmalıdır. Və mən də təbii ki, uğurlu olmaq istəyən bir insanam öz işimdə. Ona görə də özümün uğur formamı yaratdım. Daha doğrusu formulamı yaratdım. Görünürmü? Deməli, uğur bərabərdir və yaxud da ki, yəni alınır, ox da deyə bilərik, işləməyin kubu. Bu nə deməkdir? Mən düşünürəm ki, yəni bu sadəcə mənim fikrimdə ola bilər ki, mənim bu çıxartdığım nəticələrdən kimsə özünəsə götürəcək, ola bilsin ki, heç götürməyəcək. Deməli, mən düşünürəm ki, uğur işləmək bu nəticəsində əmələ gəlir. Var işləmək, necə işləmək? Var normal işə yiyib gəlmək, var amma iş görmək, əsl mənada. Var hədəfli iş görmək, var məqsədli iş görmək və daimi iş görmək. Mən daimi iş görməklə bağlı özüm, belə deyək də, daimi iş görmək prinsipini özümə götürəndə bir rəvayət oxumuşdum. Deməli, rəvayət də demək olmuş bir hadisə. Deməli, İbn Hacer adında bir insan, bu insan kənd həyatında yaşır və o, belə deyək də, fikirləşir ki, mən təhsil almalıyam və gedir şəhərə. Gedir şəhərə, yaxınlaşır, belə deyək bir məktəbə, həmin dövr üçün və bu insan nə edir? Deməli, kitablara baxır. Kitablara baxır, deyir ki, bu kitablar qardaş mənlik deyil. Ona görə başlamasam yaxşıdır, elə başlamayım, çıxım gedim. Gedir, qayıtmaq istəyir öz rayonuna, kəndinə. Təbii ki, həmin dövrdə də belə deyək də, nəqliyyat vasitəsi yoxdur. Adam yoldan əlin gedir, ayağı ilə yolda gedir. Və gedir, bir dənə bulaq görür. Görür ki, bulaqdan su axır və daş dəlinir. O fikirləşir ki, ola bilməz ki, su daşı dəlsin. Sonra başa düşür ki, bu suyun davamlılığıdır. Yəni, onun daimiliyidir, onun gücü yoxdur. Sadəcə o davamlı axıb və daşı dəlir. Yəni, insan həmin zaman o İbn Hacer fikirləşir ki, əgər su daşı dələ bilirsə, suyun idarəsi öz əlində deyil. Bəs idarəsi öz əlində olan insan niyə istədiyi bir şey eləməsin? Ona görə də bundan sonra qərara gəlir ki, mən oxuyacam və qayıdır, oxumaq onda alınır. Və mən o rəvayəti oxudum, mənim üçün çox belə deyək də, nəticəli bir şey oldu və daimi iş prinsipini mən oradan özüm üçün götürdüm. Yəni, istər insan öz üzərində daimi işləsin istəyir, belə deyək, işləmək istədiyi sahədir. Daimi işləsə, mütləq uğur onundur. Ola bilər ki, insan uğura 18 yaşında yox, 35-45 yaşında, istənilən yaşda çata bilər. Amma bir şey var ki, uğur çatılmaz deyil. Hədəf vurulmaz deyil. Bu mənim iş prinsipimdir. Deməli, mən ikinci iş prinsipi olaraq özümə nə götürmüşəm? Yəni, təbii ki, mən brendimizdə təqdim edəndə, mən bildirmişdim, yəni bildiniz ki, bizdə biznes brendidir, belə deyək. Çörək pulu qazanmaq. Bizdə hamı buna işləyir. Hamı işləyir ki, çörək pulu qazanır. Amma mən öz iş həyatımda belə bir prinsip qoymuşam. Mən heç vaxt çörək pulu qazanmaq üçün işləməyəcəm. Çünki çörək pulu qazanmaq üçün işləyən insan, inanın ki, işdən ancaq çörək pulusunu çıxardır. O işdən heç nə öyrənmir. O işdən heç nə əldə eləmir. Nə zövq, nə əyləncə, nə bir şey. Amma məndə belə deyil. Mən işimə əyləncə mərkəzim kimi baxıram. Və heç vaxt işə gedəndə düşünmürəm ki, belə bir şey var, kompüter mənim çörək ağacımdır falan. Mən elə düşünmürəm. Və bundan sonra da inanıram ki, düşünməyəcəm. Və mənim sonuncu, belə deyək də, prinsipim həyat arzum. Bunu yerinə qoyum. Deməli, belə. Mən işimi seçəndə, belə deyək, düşündüm ki, o həyat arzuma uyğun olmalıdır. Əslində, insan həyat arzusu deyəndə birinci istəklər gəlir. İstəklər nə olur? Tanınmaq, görünmək, öndə olmaq. Amma inanın ki, onlar həyat arzusu deyil. Və bir şey var, insanın işi onun həyat arzusuna uyğun olmayanda insan ola bilər ki, uğurlu olsun. Amma insan 9-dan 6-ya kimi uğurlu olur. Yəni, yalnız iş həyatı, belə deyək də, yalnız müəyyən gününün müəyyən saatında uğurlu olur.
9-dan 6-ya kimi işi əla gedir, o icraçı da o işi görür, amma o iş onun belə deyək də, həyat arzusuna uyğun deyil. Mən bir dənə bir şey danışım, deməli, və o da deyim ki, insan yanıla bilər. Məsələn, mən öz həyatımda işimi seçərkən, ixtisasımı seçərkən, mən indi belə deyək, işlədiyim sahə üzrə təhsil almıram. Mən yanıldım, başqa bir sahəyə yönəldim. Mən jurnalist olmaq istəyirdim. Mənə belə deyək də, 13-17 yaşında bütün uşaqlara verilən sual nədir? Ağla, böyüyəndə arzun nədir, nə olasın? Deməli, mən nə olmaq istəyirdim? Mən jurnalist olmaq istəyirdim. Mən böyüdüm, mən jurnalist olmadım. Amma mən arzuma çatdım. Çünki mən həyat arzumun nə olduğunu dərk elədim. Mən başa düşdüm ki, mənim həyat arzum nəymiş? Mənim həyat arzum görmək deyil. Mənim həyat arzum insanlarla ünsiyyətli olmaq, onlara pozitiv enerji vermək, onlara doğru olanı vermək, onlara keyfiyyətli olanı verməkdir. Və mən indi əgər jurnalist olacağım zaman qazandığım uğurdan indi bir addım daha öndəyəm. Çünki niyə? Çünki mən jurnalist olan zaman insanlara doğru olanı göstərəcəkdimsə, özdə bir şey vardı, mən aynısda jurnalist olmaq istəyirdim, xəbərləri aparmaq istəyirdim. Çünki onlar daha keyfiyyətlisini verir, belə deyək də, mən belə düşünürdüm. İndi mən daha qabaqdayım. Ona görə ki, mən doğru olanı verirəm insanlara, keyfiyyətli məhsulu verirəm. Üstəgəl həmin o doğru olanı, keyfiyyətli məhsulu ilk öncə özüm yaradıram. Bizdə indi hal-hazırda kurslardır. Belə deyək də, mənim indi yüküm daha ağırdır. Çünki insanlara inandırmaq üçün, belə deyək, doğrunu onlara vermək üçün mən birinci ilk növbədə doğrunu yaratmalıyım. Mən çox işləməliyim. Bilmirəm, videoroliklərə baxmışdınız ya yox, mən orada da qeyd etmişdim ki, mənim sloqanımdır ki, ümumiyyətlə işləmək əyləncəlidir. Mənim üçün işləmək əyləncəlidir. İndi mən çox rahatam, çox xoşbəxtəm. Çünki hər gün işləyirəm, hər gün belə deyək də, saatı yoxdur bizim işimizin, belə deyək də. Gecə, gündüz işimizi görürük. Amma yenə deyirəm, mən həyat arzu mahiyyətinə varmışam. Ona görə də mənim üçün bu cür işləmək çox rahatdır. Və son olaraq, dinlədiyiniz üçün çox sağ olun. Son olaraq onu demək istəyirəm ki, belə deyək, əgər siz hər gecə yatanda və düşünürsünüz ki, həyat arzunuzdan bir addım da belə deyək də, nəyəsə yaxınlaşdınız, nəyəsə həyata keçdiniz, inanın ki, siz uğurlusunuz. Yəni, uğurun ölçüsü mənim üçün budur. Çox sağ olun.